La havle ve la kuvvete illa billahil aliyyil azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibine tahirinel masumin. قال الله تعالى في كتابه الكريم إن عدة الشهور عند الله 12 شهرا منها 4 حرم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allahın salamı, rəhməti, məğfirəti, bərəkəti siz əzizlərə Rəcəb ayının qonaqlarına olsun. Allah bizə güc qüvvət versin. Bu ayı həm dərk edə bilək, həm bu aydan yaxşı faydalana bilək. Çünki Allah bizim üçün elə bir şərait yaradıb, elə bir bizim üçün fürsət qarşımıza qoyub ki, bu şəraitdən, bu fürsətdən yaxşı istifadə eləməliyik, qənimət bilməliyik. Bu ay artıq bizim Rəcəb ayımızın son günlərini keçirdirik. Təqribən 2-3 gün Rəcəb ayının çıxmağına qalıb. Amma əvvəlində, ortasında nəsə etməmişiksə, bu 2-3 günü nəsə edək. Nəsə bir iş görək ki, Allah bizi bağışlasın. Bağışlanmış şəkildə Şaban ayına keçid alaq. Belə olmasın ki, Şaban ayına daxil olaq və bu ayda etmədiyimiz, yerinə yetirmədiyimiz müəyyən əməllərin, zikirlərin, istiğfar, müəyyən əməllərin həsrətin qəmin yeyək. Belə olmasın. Nə olar ki, biraz özümüz, öz mənəviyyatımız bizim üçün bir maraq obyektinə çevrilsin. Özümüz maraqlı olaq. Bax, bu qəlbimiz, bu ruhumuz bizim üçün maraqlı olsun, diqqətə layiq olsun. Bunun biraz qayğısına qalaq, keşiyində duraq. Çünki bu qəlb nə qədər tərbiyə olunsa, nə qədər paklansa, insan bir o qədər keyfiyyətli, ləzzətli həyat yaşayacaq. Bizim həyatımızın keyfiyyəti, ləzzəti, bu qəlbin, bu ruhun Allahla necə münasibətdə olmağı, necə əlaqədə olmağına bağlıdır. Nə qədər bu qəlb həqiqətlərə açıqdır. Nə qədər bu qəlb həqiqətlərdən feyz ala bilir, bəhrə apara bilir. Bütün aylar, bütün anlar, günlər Allaha məxsusdur. Amma Allah yenə də baxır ki, bəndəsi bu 12 ayı onunla keçirtmir. Onunla ünsiyyət qura bilmir. Amma Allah müəyyən bir aylar var ki, ayyə əsasən ki, tilavət elənin Tövbə surəsi 36-cı ayə ki, Allah buyurur, həqiqətən Allah yanında ayların sayı 12'dir. Onlardan 4'ü hörmətli aylardır. Onlardan o 12 aydan 4'ü çox hörmətli aydır. Bu 4 ay gərək inanclı bir insanın daim diqqət mərkəzində olsun. Ki bu aylar elə belə ay deyil. Bu aylar mənim üçün yaxşı bir fürsətdir. Allaha qovuşum, Allaha çatım. Rəcəb ayı bu 4 aydan biridir. Bilirsiniz də Rəcəb ayı
Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb, Şaban, Ramazan və mübarək Məhərrəm ayı. Bunlar bir mənada mənəviyyat ayıdır və mənəviyyat fəslidir. Bu aylarda insan yaxşı təlim-tərbiyə ola bilər, ruh kamala çata bilər. Bu aylarda Allah ilə məhz ruhu gündəmə gətirir. Bəndəçiliyi, Allaha çatmaq, Allaha qovuşmaq. Buna görə əziz Peyğəmbərimiz buyurur ki, o mübarək mənəvi aylardan ki biri Rəcəb ayıdır. Rəcəbu şəhrullah, bu ay Allahın ayıdır. Bu ayda müğayyət olun, Allah sizə üz gətirib. Allah sizə qonaq olub. Bu ayı yaxşı qarşılayın, Allahı yaxşı qarşılayın. Nə ilə? Allahı yaxşı qarşılayaq. Allahı yaxşı qarşılamağın yolu budur ki, bu qəlb nə qədər pak olsa, nə qədər təmizlənsə, Allah bu qəlbdə yer tapacaq. Allahın məkanı, indi bu maddi mənada deyil də, təbii ki, Allah maddi deyil, hansısa məkana, zamana şamil olsun. Allahın yeri, bax bu qəlbdir. Ona görə bu qəlbimizdən çox müğayət olaq. Əziz Peyğəmbərimiz buyurur ki, Rəcəbu şəhrullah, Rəcəb ayı Allahın ayıdır. Və Şaban şəhri, Şaban ayı mənim ayımdır. Və Ramazan şəhri ümməti, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Başqa təbirlərlə də bir hədislər var. Da mən onları istifadə eləmirəm. Mövzumuz Rəcəb ayıdır. Bu bizim sonuncu Rəcəb ayı xutbəmizdir. Allaha həmd olsun, Allah tövfiqat verdi, güc qüvvət verdi. Siz əzizlərlə həm özümü, həm siz əzizləri Rəcəb ayı ilə bağlı marifləndirdim. Baxın, bu ayə nəyi göstərir? Ki, Rəcəb ayı Allahın aylarından biridir, mənəvi ayıdır. Peyğəmbər də buyurur ki, Rəcəb şəhrullah, Allah ayıdır, Rəcəb ayı. Rəcəb ayı yəni tövbə ayı, təmizlənmə ayı. Qad əfləhəl müminun. Quran-ı Kərimdə Allah Şəms surəsində buyurur ki, özünü tərbiyə edən, islah edən, təmizləyən, yəni qəlbini təmizləyən, həqiqətlərə qəlbi açıq qoyan, həqiqətlərdən qəlb təsirlənən qəlbi, özünü islah edən qəlb nicat tapır. Məhz onlar nicat tapanlardır. Rəcəb ayı da bizim üçün tövbə ayıdır, qayıdış ayıdır, təmizlənmə ayıdır. Şaban ayı Peyğəmbərə yaxınlaşma ayıdır. Ramazan isə ümumi ilahi ziyafət ayıdır. Ümumi Allahın əf ayıdır. Amma bu aylar bir-birinə zincirvari olaraq bağlıdır. Yəni Rəcəb ayı bizim Şaban ayından nə qədər istifadə eləyə bilərik, o zərfiyyətimizi qoyacaq göz önünə. Biz nə qədər Rəcəb ayına özümüzə, mənəviyyatımıza, bəndəçiliyimizə diqqət eləmişiksə, zikirlərə, tövbələrə, istiğfar, münacatlara diqqət eləmişiksə, bir o qədər o əməllərin çəkiciliyi var ki, Şaban ayını dərk eləyə bilək. Şaban ayını başa düşə bilək, Peyğəmbərə yaxınlaşa bilək. Rəcəb ayı istiğfar ayıdır, tövbə ayıdır, qayıdış ayıdır. Əziz Peyğəmbərimiz buyurur ki, Rəcəb ayında çox istiğfar edin. Çox istiğfar edin. İstiğfar sizin həyat mənbəyinizə çevrilməlidir. Bunu həyatınızın bir zəruri bir məsələsinə çevirməlisiniz. Tövbə halı ən gözəl haldır. Tövbə halı insanın Rəbbinin huzurunda özünü tapmasıdır. Tövbə halı insanın bütün acizlik, zəiflik, fəqirçiliyini, Allaha olan ehtiyac hissini gündəmə gətirən bir haldır. Ki, sən o Rəbbinin nə qədər əziz, izzətli olduğunu,
o Rəbbinin nə qədər rəuf, rəhim, rəhman olduğunu görürsən. Bunu ancaq və ancaq tövbə halı ilə insan anlaya bilər. Tövbə halıdır ki, insanda bu halı üzə çıxarır. Peyğəmbər buyurur ki, çünki Allah bu ayda tövbə edənləri bağışlayır. Allah söz verib bu ayda kim tövbə eləsə onu bağışlayacam. Hətta biz Rəcəb ayında o zikir ki deyirik, Əstəğfirullahəl-ləzi zülcəlali vəl-ikrami min cəmi'əz zunubu vəl-asam ki 70 dəfə deyilməlidir. Və hər günə biz bu zikri deyirik hər gün. Hədisi qüdsüdə gəlib ki, Allah deyir, mən əgər bu bəndəmi bu zikrinə görə bağışlamasam, mən onun Rəbbi deyiləm. Bəs nəyi gözləyirik? Nə üçün tövbə eləmirik? Nə üçün Allaha qayıtmırıq? Bir halda ki, yaxşı bir fürsətdir. Bir halda ki, Allah özü söz verib bağışlayacam. İmam Sadiq əleyhissalam buyurur ki, Rəcəb ayında bir mələk göydən nida edər. Ey Allahın zikr edənləri, Allahı yad edənlər, Allahı xatırlayanlar, xoş sizin halınıza. Ey itaət edənlər, Allahın sözü ilə oturub duranlar, Allah sizi qəbul etdi. Allah sizin zikrinizi, Allah sizin çağırışınızı, Allah sizin tövbənizi, Allah sizin itaətinizi qəbul elədi. Xoş sizin halınıza. Rəcəb ayının ən mühüm fəzilətli əməllərindən biri günahın bağışlanmasıdır. Bu da bizim Allahın huzurunda istiğfar eləməyimizə bağlıdır. Bu ayda edilən tövbə, istiğfar, dua xüsusi Allah yanında qəbul dərəcəsinə yetir. Allahın xüsusi diqqəti var bu tövbəyə, bu istiğfara, bu duaya. Rəcəb ayında Allah insanların əməl dəftərini o günahla bulaşmış, o çirkablıqla bulaşmış günah dəftərini təmizləyir, paşlayır. Ona görə Rəcəb ayı ruhi hazırlıq bir ayıdır. Ruh ayıdır, ruhun baxıcılıq ayıdır. Ruha diqqət ayıdır. Rəcəb ayı Şaban ayına giriş ayıdır. Rəcəb ayı Ramazan ayına giriş ayıdır. Müqəddimədir. Rəcəb ayı ilahi sənə qovuşanların ayıdır. Amma hələ də mən sənə qovuşa bilməmişəm. Hələ də mən sənə çata bilməmişəm. Rəcəb ayı çıxır, hələ də mən özümdə bir sənə meyillik, sənə tərəf qaçmaqlıq halı görmürəm. Ruhumda elə bir mənəvi zənginlik hiss eləmirəm. Həzrət İmam Zeynəl Abidin əleyhissalam Allahla çox möhtəşəm bir münacatı var. Ki Allaha sığınmağı, Allaha pənah aparmağı öz halından. Həzrət buyurur ki, ilahi, ləm yəkun li havlin fəəntəqələ bihi an məsiyyətik. İlahi, mənim gücüm, qüdrətim yoxdur tövbə edəm. Baxın, bəndə bəzən yox, bəndə gərək, bax bu acizlik halını, bu zəiflik halını Allaha iqrar eləsin. Ki, ilahi, mən sənə tərəf gəlməliyəm, sənə tərəf qaçmalıyam. Amma bu öz acizliyimdən, zəifliyimdən, bu öz bacarıqsızlığımdan, bu qüdrətsizliyimdən sənə şikayət eləyirəm. İlahi, mənim gücüm, qüdrətim yoxdur tövbə edəm. İlahi, bu dilimi, bu əlimi, bu əyağımı, bu gözümü, bu bədən əzalarımı sənə itaətdə, sənə tövbə etməkdə gücüm, qüdrətim çatmır. Özümlə bacara bilmirəm, ilahi. İlahi,
ləm yəkun li havlin, ilahi, ürəyim çox istəyir tərbiyə olum, amma olmur, edə bilmirəm ilahi. Baxın, imamın bu münacatı sənin mənim halımdan şikayət eləyir Allaha. Allaha danışır. Ki, ilahi, ürəyim çox istəyirəm sənə qovuşam, sənə çatam, paklanam, təmizlənəm. Amma olmur. Tənbələm, süstəm. İlla fi vəqtin əyqəstəni li məhəbbətik. Amma sən istəsən, mən qaydaram. Allah, mənim bütün diqqətim sənə yönəlib. Və imamın münacatının o məğzi budur. Ki, ilahi, mən heç bir əməlimə sığınmıram, heç bir zikrimə, münacatıma, əməlimə sığınmıram. Mənim bütün diqqətim sənədir. Sənin lütfünədir, sənin inayətinədir. İlahi, amma sən istəsən mən qaydaram, mən tövbə edərəm, sənə qovuşaram. İlahi, məni özünə qaytar. İlahi, mən özümdən yoruldum, özümü hər yerdə xərcləməkdən, vaxtımı, ömrümü, dilimi, gözümü, qulağımı. İlahi, bütün varlığımı səndən başqa yerlərdə xərclədim. Dəyər dəyməzinə. Amma ilahi, indi deyirəm ki, ilahi, mən sənə qayıtmaq istəyirəm. Məni özünə qaytar. Öz məhəbbətinlə, öz sevginlə, axı sən bəndəni sevirsən. Axı sənin bəndənə olan məhəbbətin çox şiddətlidir. Xüsusilə günahkar bəndələrini, hansı günahkar bəndələr? O günahkar bəndələr ki, etdiyi günahlara görə çox peşmandır. Qəlbində bir niskin var, bir ah var. Ah etməzdim. Qəlbində elə hey deyir, zehnində deyir, ilahi bağışla. Qələt elədim, səhv elədim. Sən belə bəndələrini sevirsən axı. Amma sən istəsən mən qaydaram. İlahi, məni özünə qaytar. Allah rəhmət eləsin, mərhum Arif Behçət buyurardı ki, indiki işi özümüz bu mərhələyə gətirib çıxarmışıq və bilirik ki, onun dərmanı istiğfardır. Bəs görəsən istiğfar edirikmi? Biz özümüzü bu hala gətirdik, saldıq. Dilimiz, gözümüz, qulağımız, zehnimiz, əlimiz, ayağımız bizi günah çirkablığına saldı. Bizim həva həvəsimiz, bizim şəhvani meyillərimiz bizi gətirdi, belə bir rəzil bir hala saldı. Eynən mərhum Behçət halımızda. Biz özümüzə cəfa elədik, ilahi. Sən bizə zülm eləmədin, sən bizə cəfa eləmədin. Biz öz əməl və rəftarımızla özümüzü bu yerə gətirib çatdırdıq. Amma bilirik də ki, bunun dərmanı istiğfardır. Bunun müalicə yolu istiğfardır, tövbə eləməkdir. Ardınca bu böyük Arif çox gözəl söz deyir. Deyir, görəsən, istiğfar edirikmi? Bir halda ki, özümüzü xəstə bilirik, ruhumuz günahlar vasitəsilə xəstəlik tapıb, görəsən bunu təbibin, həkimin qapısına gedirik. Allahın qapısına gedib ondan rəhmət, məğfirət diləyirik, bağışlanma diləyirik. Ardınca buyurur ki, biz hazır deyilik özümüzü islah edək. Əgər özümüzü islah etsəydik, tədricən bəşəriyyət islah olardı. Biz özümüzü tərbiyə eləmədiyimizə görə ətrafımız tərbiyə olunmur. Əziz möminlər, əziz Rəcəb ayının qonaqları, Rəcəb ayı bizlə danışır. Rəcəb ayı deyir ki, qayıtmaq üçün gec deyil, tövbə ilə, istiğfar ilə. Əgər tövbə eləsən, istiğfar eləsən, Allahın rəhmət ağuşunda özünü tapacaqsan. Rəcəb ayı bizə deyir ki, bütün rəhmət qapıları sənin üzünə açıqdır. Niyə bu rəhmətdən istifadə eləmirsən? Niyə bu qapını açıb
daxil olmursan Allahın sonsuz rəhmətinə. Rəcəb ayı bizə deyir ki, Allah qulunun üzünə baxmaq istəyir bu ayda. Rəhmət baxışı ilə, məğfirət baxışı ilə Allah istəyir öz bəndəsinin üzünə baxsın. Bu ay günahdan qaçmaq ayıdır. Bu ay qəlbin yumşaqlıq, lətafətli olması ayıdır. Bu ay Əhl-i Beytə yaxınlaşmaq ayıdır. Bu aydan yaxşı istifadə eləyək. Baxın, Allah Qafir surəsinin 60-cı ayəsində buyurur ki, وَقَالَ رَبُّكُمْ اُدْعُونِ أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عَبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Allah buyurur, Rəbbimiz buyurdu, mənə dua edin, ud'uni əstəcib ləkum, məni çağırın, məni öz həyatınızda görün, mənə ehtiyaclı olduğunuzu hiss edin. Məni çağırın ki, mən sizin çağırışınıza cavab verim. Əstəcib ləkum, sizin çağırışınıza cavab verim. Mənə ibadət edin. Mənə ibadət edin ki, mən sizi xilas edeyim. Əgər mənə ibadət etməkdən üz çevirsəz, təkəbbürlük etsəz, sizi alçaldılmış halda cəhənnəmə daxil edəcəm. Baxın, bəndəçiliyin əksi alçalmış vəziyyətdə, zəlil şəkildə o cəhənnəm oduna daxil olmaqdır. Mən bu ayəyə qısa şəkildə izah verim. Baxın, Ud'uni kəlməsinin mənası budur ki, mənə üz tutun, məni çağırın. Əstəcib ləkum. Əstəcib ləkum budur ki, mütləq sizə cavab verəcəm, qeydsiz, şərtsiz. Baxmayacam nə günah eləmisən, kimsən, nəçisən, məni çağırsan, dərhal mənim səni çağırışına cavab verəcəm. Şərtsiz vəddir bu, şərtsiz, qeydsiz, şərtsiz. Ayədə dua, ud'uni, yəni dua, bəndəçilik, çağırmaq. Ayədə dua ibadət kimi təqdim olunur, bəndəçilik. Duanı, bəndəçiliyi, ibadəti tərk etməkcə təkəbbürlük sayılır. Əgər biz o ibadətlərdən, o bəndəçilikdən üz çevirmişiksə, Rəbbimizə nisbət çox təkəbbürlüyük. Bu təkəbbürlüyün nəticəsi isə uyandırıcı oddur. O oddan da dəhşətlisi Allahdan uzağa düşməkdir, Əhl-i Beytdən uzaq düşməkdir. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, dua ibadətin özüdür. Dua ibadətin özüdür. Əziz möminlər, bu Rəcəb ayının son günlərini orucla, gecə namazı ilə, istiğfarla, münacatla keçirdək. Heyifdir. Heyifdir ki, bu ayda bağışlanmayaq. Heyifdir ki, bu ayda əlimiz dolu, bağışlanılmış şəkildə Şaban ayına daxil olmayaq. Heyifdir. Allaha and verirəm, izzətinə, cəlalına. Allah bizi bu ayın son günlərində əfv eləsin, öz sonsuz rəhmətinə, məğfirətinə qərq eləsin. Allahümme kulli veliyyike l-Hüccət ibn el-Həsən salavatüke aleyhi və alə abaih fi halihi saati və fi kulli saa'ah veliyyən və hafidən və qaidən və nasira və dəlilən və aynə həttə tüsqünəhu mərləkə tabaan və tüməttiyahu fiha təvila. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum.